Bəzən müraciət edirlər ki, doktor, mənim qanım çox tündür. Yəni, belə bir şey mümkündürmü ki, olsun? Bəli, belə hal mümkündür. Bu, bir çox xəstəliklərdə ola bilər. Qanda oksigenin porsiyasının azalması, faizinin azalması hesabına qanın tünd olması. Və bir də var ki, elə xəstəliklər ki, məsələn, methemoglobinemiya deyirlər. Methemoglobinin qanda yüksək olması. Yəni, normada bu demək olar ki, olmamalıdır. Amma o insanlar ki, bu xəstəlik insanlarda var, həmən adamlarda doğrudan da qanın rəngi tünd olacaq. Təkcə qanın rəngi yox, onlarda eyni zamanda bənizləri də bir növ tünd olacaq. Baxırsan, dodağın rəngi qırmızıya çalır və ya barmaqlarına baxırsan, barmaqların ucları al qırmızı yox, tünd qırmızıdır, göyə çalan qırmızıdır. Nisbətdə götürsək çox deyil, amma belə xəstələr var, methemoglobinemiya deyirlər. Bu irsiyyətə də bağlı ola bilər, sonradan qazanılma da ola bilər. Bunu ancaq hematoloq araşdırıb dəqiq deyə bilər.